İzahına. Emalat sənaye neçənci sektordur? İkinci sektordur. Birinci sektor nədir? Hasilat. İkinci sektor emal. Üçüncü sektor xidmət. Dördüncü sektor data informasiya yönümlüdür. Düzdürmü? Biz hal-hazırda bundan hansında dayanmışıq? İkinci sektorda. Emalat sənayede. Emalat sənaye neçə sahəsi var? 7. Ən birincisi hansıdır? Gəlin belə xətt çəkəyim bunu belə böləyində. Birincisi hansıdır? En birincisini almalıdır. Elektroenergetika. İkincisi ne olmalıdır? Maşın kayırma. Üçüncüsü kimya. Dördüncüleri belə ayrıca vereceğim. Dördüncüsü ne olacak? Metallurgiya. Beşincisi gıda. Altıncısı kimya. Yok, kimya yok. Meşe kimya. Ve yedincisi yüngül. Yüngülü ən axıra atdıq. İndi baxırıq. Bax. Bu ilk üçü adlanır avangard üçlük. Avangard ne? Üçlük. Niye? Çünkü çalışanların payı, istehsal edilən məhsulların dəyəri hamısının bu üçündə daha çoxdur. Bunların içərisində ən sürətli inkişaf edən isə nədir? Kimyadır. Ən gənc olan da odur. Ən sürətli inkişaf edib gəlib ilk üçlüyə çıxan da odur. Məsələn ona qalsa qida sənayesi daha önə gedir, metallurgiya daha önə gedir. Daha qədimlərdən var bunlar. Amma hal-hazırda yeni yaranmış və belə deyək də gəlib ən ilk üçlüyə çıxmış kimya sənayesi nədir? İndi ona toxunacaq, birazdan baxacaq ona. İndi biz nə edirik? Hər punkta dair bir səhifə açacağıq. Məsələn, birinci nədən başlayırıq? Elektroenergetikadan. Ona bir səhifə açacağıq. O səhifədə onu qısa şəkildə təsvir edib, amma daha geniş şəkildə izah edəcəyik. Təsvirin sxemləşdirməni qısa şəkildə edəcəm, amma izahını çox verəcəm. Başlayırıq birinci nədən? Elektroenergetika. Elektroenergetika. Uşaqlar, paralelində kitabdan açıb baxa bilərsiniz. Yəni, məsələn, mən izah verirəm, siz baxa bilərsiniz. Elektroenergetika uşaqlar bölünəcək iki yerə. Yanacaq və enerji. Yanacaq və energetika. Yanacaq nə ola bilər? Gəlin baxalım. Neft ola bilər, qaz ola bilər, daş kömür ola bilər, qonur kömür ola bilər. Sonra nə ola bilər? Torf ola bilər, odun ola bilər, şist ola bilər. Bunların əmsallarında yəqin ki bilirsiniz. Bir əmsal neçədədir? Daş kömürdə 7000 kilokalori. Bəs qazın əmsalı 1.4, neftin 1.5. Qonur kömür qalsın torf 0.5. Odun 0.4, 0.3. Daş kömürü qaza çevirəndə nə edirik? 1.4'ə vururuq. Daş kömürü nəyəsə çevirəndə bu əmsallara vururuq. Nəyəsə daş kömürə çevirəndə isə bölürük. İndi energetikaya baxırıq. Energetikada nə var? Ənənəvi və alternativ. Gəlin bunları böləyim. Ənənəvi, yəni əvvəldən var bunlar və alternativlər var. İndi alternativlər hansılardır? Onlara birazdan toxunacaq. Alternativlər. Baxırıq, ənənəvlər hansılardır? SES, AES və İES. SES, AES, İES. SES, yəni bunu artırışını bilirik də, su elektrik stansiyası. Nədən asılıdır? Harda çayın hidroenerji potensiyalı varsa, oradan asılıdır. Harda daha çox tələbat var enerjiyə? Şəhərdə, tələbat rayonlarında. Biz gətirib SES-i rayonda tikə bilirikmi? Şəhərdə tikə bilirikmi? Yox. Bunu harda tikməliyik? Təbii şəraitdən asılılığı orada üzə çıxır da. Deməli, harda tikilir? Harda tikilir bu SES-lər? Hidroenerji
enerji potansiyalı olan çayların üzerinde. Dağ çayları. Harada tikilir uşaqlar bunlar? Dağ çayları. Ama bizim dağlarda enerji o da ihtiyacımız yoktur. Bizim enerji ihtiyacımız hardadır? İri şəhərlərdə. Deməli, təbii şəraitdən asılılığı üzə çıxır. Sesin mənfi cəhəti nədir? Ses tikilən zaman uzun vaxt aparır. O su anbarının su ilə doldurulması uzun vaxt aparır. Çox baha başa gəlir. Çünki onu tikmək üçün çoxlu beton konstruksiya qurulmalı, mühəndislər işləməlidir. Düzdürmü Nazlı? Sesdən danışırıq. Və baha başa gələn bir prosesdir. Buna görə nə olur? Buna görə ses baha başa gəlir. Amma ses tikildisə, onunla da getdi. Hə, ucuz enerji verir. Çünki orada sənə verəcək enerji su yığılıb qalır orada, başlayır nə eləməyə? Sadəcə turbini fırlamağa. Həmin su sadəcə bir müddət orada, elə bir ki, sən onun qabağını alırsan da, su anbarı depolanandan sonra orada dolandan sonra artıq sən o suyun qabağını açırsan. Çay adi qaydasında nə edir? Axıb gedir. Amma həm də sənə nə qazandırmış olur? Aslan enerji qazandırmış olur sənə. Sesi başa düşdünmü? Dünyanın ən iri sesləri. Kolumbiya çayı üzərində, Grand Coulee, Yansız çayın üzərində, Üstlərə. Yenisey çayı üzərində, Sayan Şens, sonra ən məşhurları, Nilin üzərində Asuan, Volta çayında Volta, Zambezdə Caribe Cabarrabossa, Alta çayında Alta. Yəni kitabda olan əsaslar bunlardır. Bizdəkilərdə Mingəçevir falan. Bir də hə, Itaipu, düz deyirsən. Parana çayının üzərində Itaipu sesi var. Braziliya və Paraguay arasında bölünür onun enerjisi. Müştərək tikilirlər də, şərkinə tikilirlər, belə deyim. AES. ES. ES nədir? Yanacaqdır. Bunun yanacağı nədir? Neft ola bilər, qaz ola bilər, daş kömür ola bilər, nə bilim, torf ola bilər və s. ES-lər nə ilə verir bizə enerjini? İstiliklə. Elə bir ki, yanacağı yandırırıq, ondan alınan enerji çox böyütmə orada buxarı fırlayır, turbin fırlanır da, belə bir şey yaranır. Hə. İstilik elektrik stansiyalarının üstünlük nədir? Tez tikilir. Harada istəsən anında aparıb tikə bilərsən. Başa düşdünüzmü? Çox qısa müddətə tikə bilirsən. Amma problemi nədir? Nəyə tələbatlıdır? Yanacağa. Yanacağın varsa onu tikirsən, işlədirsən. Məsələn, neftdən mazut alınır, mazutu tökülür, ES işləyir. Daş kömürdən işləyir və s. Hal-hazırda da dünyada birinci yerdə ES-dir, yadınızda qalsın. Yəni, dünyanın enerji olan tələbatını ES-lər təmin edir daha çox. ES-in üstünlüyü nədir uşaqlar? Tez tikilir. İstənilən yerə tikmiyorlar. Çatışmayan cəhəti nədir? Yanacaq tələbatlıdır və ətraf mühiti, havanı, suyu, hər şeyi tişləndirir. Bildiyin, yəni mazut yanında nə olur? Qapqara tüstü gedir də. Suyu da tişləndirir, hər yeri, havanı da tişləndirir. AES. Uşaqlar, AES elə yerdə tikilir ki, orada nə CS-in imkanı var, nə də orada elə bir yanacaq ehtiyatı var ki, ES tikə bilsin həmin ölkə. Bax, bunlar olmadığı şərtlərdə, yəni dağ çayları və yanacaq üçün böyük potensiyalı olmayan rayonlarda biz ərazilərə nə tikirik? AES tikirik. AES-in üstünlüyü nədir? AES az miqdarda yanacaqla, əsasən uran və toriumla, bu kimi yanacaqlarla işləyir, radioaktiv maddələrlə işləyir. Uzun müddət davamlı şəkildə enerji əldə etmək olur. Yəni, AES-in üstünlüyü odur ki, heç bir enerji potensiyalı olmayan ərazilərdə tikilə bilir. Uzun müddət az miqdarda yanacaqla çox miqdarda enerji əldə etmək olur. Və təbii ki, bunun da çatışmayan cəhəti var. Çatışmayan cəhət nə olacaq? Əgər dağılırsa, ətrafda olan hər şey məhv edəcək. Elə bir ki, o radiusda 30 km, 40 km radiusunda olan hər şey nə olacaq? Radiasiyaya məruz qalacaq. Ona görə də çox təhlükəlidir. AES-in üstünlüyü bildik nədir? Çatışmayan cəhəti bildik nədir? Eyni qaydada digərlərini də bilir. Aydındır. Gəlirik alternativlərə. Alternativlər nədir? Hal-hazırda, məsələn, günəş, külək, qabarma, geotermal. Hətta Grenlandiyada dedik ki, nədən enerji əldə edirlər? Geyzer olsa geotermaldır. Buzlaqdan. İndi günəş elektrik stansiyaları Helios da yazılır, Helio elektrik stansiyaları və yaxud sadəcə GES də yazılır. Küləş konkret KES yazılır. Qabarma, uşaqlar GES yazılır. Bəs geotermal GEO-S yazılır. Belə. Bu bizim elektroenergetikamızdır. Aydın hamıya bu.
6-sı qaldı. Biri getdi, qaldı 6-sı. 7 dənə idi. İkinciyə keçirik. Nədir ikinci? Maşın qayırma. Maşın deyəndə ağlınıza gələn şey avtomobildə, düzdürmü? Əksəriyyətimizin ağlına gələn şey maşın, paltaryan maşın, əla. Fərqli düşünən adam biri də buradan çıxdı. Amma maşın qayırma indi biz izah eləyəndə görəcəksiniz ki, maşın qayırma əslində o qədər genişdir ki, Yəni maşın onun sadəcə, nə bilim, sadəcə bir elementidir. Bizim bildiyimiz avtomobil onun sadəcə bir elementlərindən biridir. Yəni nəvəsi sayıla biləcək, nəticə sayıla biləcək bir şeydir. Maşın qayırma bölünür 3 əsas yerə. Hansılardır? Ağır maşın qayırma, əsas maşın qayırma, bir də dəqiq maşın qayırma. Dəqiq. İndi ağır maşın qayırma nədir uşaqlar? Ağır maşın qayırma daha çox, bax, kranlar olur, buldozerlar, kranlar, yol tikinti maşınları olur. Hansı ki, məsələn, onlar ancaq müəyyən yerlərdə lazımdır. Binalar tikən zaman kranlar zat tikilir. Çox böyük nəyə ehtiyacı var onların? Metal kütləsinə. Buldozer. Ancaq harada işləyir? Yol çəkilişində. Və yaxud xüsusi mədənlərdə işləyən böyük, nəhəng kamazlar falan var. Bax, onlar nədir? Və yaxud kranlar var, qaldırıcı kranlar falan. Nəyin məhsuludur? Ağır maşın qayırma. Aydındır? Əsas maşın qayırma. Uşaqlar, əsas maşın qayırma özü də bir çox yerə bölünür. Burada nəqliyyat maşın qayırması var. Sonra burada kənd təsərrüfatı maşın qayırması var. Bir də dəzgah qayırma var. Nəqliyyat maşın qayırması çox genişdir. Avtomobil, qatar, təyyarə, gəmi və s. Yəni nəqliyyat dediyimiz nə varsa hamısı buradadır. İndi bizim bildiyimiz avtomobil, maşın qayırmanın nəyi olmuş olur? Deməli, maşın qayırmanın qollarından biri əsasdır. Əsas maşın qayırmanın qollarından biri nəqliyyatdır. Nəqliyyat maşın qayırmasının qollarından biri avtomobildir. Amma biz maşın qayırmanı gətirib nə ilə yalnızca indeksləyib saxlamışıq özümüzün beynimizdə? Avtomobillə. Maşın qayırmanın məhsulu nədir? Avtomobil. Niyə? Çünki daha çox avtomobillə biz maşın adını eşitirik də eyni anda. Məsələn, avtomobil markalarda kitabda yəqin ki verilib, orada açıb baxa bilərsiniz. Hansı ölkənin hansı markaları var. Maraqlıdırsa öyrənin, düşünürəm ki, lazım da ola bilər. Mitsubishi-dən tutmuş Honda'ya qədər hamısı verilir. Kənd təsərrüfatı maşın qayırması. Yəqin ki bilirik də bunu biz. Traktor, kombayn, başqa, ot biçən, nə bilim, toxum səpən, kənd təsərrüfatında hansı maşınlardan istifadə olunur? Nədir? Maşın qayırmanı. Dəzgah qayırma. Yəqin ki bilirsiniz də. Adi məsələn bəzən nə bilim toxuculuq dəzgahısı olur, nə bilim fərqli sənaye sahələrində dəzgahlar olur. Onların hamısı məhz bu maşın qayırma sahəsində düzəldilir. Gəlirik nəyə? Dəqiq maşın qayırmaya. Dəqiq maşın qayırmada yadınızda qalsın. Bildiyimiz beyin deyək də, çip deyək, o olur. Nədir o? Plata deyilir, o sxema, mikrosxemalar olur. Bax, onlar dəqiq maşın qayırmanın elə bir əsas ürəyidir, döyünən ürəyidir. Onlar olursa, artıq o dəqiq adlanır. Və yadınızda qalsın, dəqiq maşın qayırma daha çox yüksək ixtisaslı nə adlanır? Yüksək ixtisaslı nə istəyir? Bəli, yüksək ixtisaslı kadr istəyir. Nədir bu? Elektrotexnika. Sonra cihaz. Sonra elektron hesablama maşınları və s. hamısı haradadır? Dəqiq maşın qayırmadadır. Ağır maşın qayırmanın məhsulları nə dedik? Kran, buldozer, və yaxud yol tikinti, bu kimi sahələrdə istifadə olunanlar nə olmuş olur? Ağır maşın qayırmanın məhsulu olmuş olur. Maşın qayırma sənəsi aydındır sizə? Dəzgah dedimdə müxtəlif sənaye sahələrində istifadə olunan dəzgahlar var. Başa düşdünmü? Stanok deyilən şeylər var. Hardasa da, məsələn, stanok deyilən bir şeylər var. Onlar dəzgah qayırmanın məhsullarıdır. Gəlirik nəyə? Kimya sənayesinə. Deməli, 7 dənə idi. İkisini dedik, qaldı 5-i. İndi kimyada deyirik, qalır 3-ü. Kimya. Kitabda təxminən
16 səhifə, 14. 17-dir, 14. 14 səhifədə təxminən mən bilirəm nə deyirəm. 5-4-95-dən 5-10-a qədər gedir. O da harsa 14 səhifə. Çünki orada yarımçıq var. Kimya sənayesi. Dedik ki, ən gənc yaranandır, amma ən sürətli inkişaf eləyəndir. Hər şeydə həm özünə xam mal eləyə bilər və hər şeydə istehsal eləyə bilər artıq. Demək olar ki, istehsal eləyə bilməyəcək çox az şey qalır. Hər şeyin suyunu tapıb əvəzləyə bilir dərhal. Əti belə artıq neynirlər? Düzəldə bilirlər. Kimya sənayesinin sahələrinə baxır uşaqlar. Hansılardır? Əsas kimya, mədən kimyası, üzvi sintez, polimer kimyası və yaxud polimerlər kimyası və məişət kimyası. İndi baxarım. Əsas kimya neyinir? Turşu və gübrələr. Turşu, gübrə, qələvi məhsulları istehsal edir. Bu arada yadınızda qalsın. Gübrə istehsal edən zaman mineral gübrələrdən söhbət gedir. Azot gübrəsidir. Onlar daha çox nəyə meyl edir? Qaz kəmərlərinə. Təbii qazdan gübrə istehsal edə bilirlər. Mədən kimyası da, yəni adı üstündə mədən. Deməli, neyinir? Mədənlərdən nəyə çıxarır? Duzu, ondan sonra yodlu bromlu suları və s. Əsas yodlu bromlu suların istehsalı ilə məşğul. Üzvi sintez. Uşaqlar, plastik kütlə istehsal edir. Plastik kütlə istehsal edir. Həmin o plastik kütlədən polimerlər kimyası şin, yəni avtomobil təkəri, sonra sintetik parçalar, sintetik məhsullar düzəldir. Ən asanı, ən yadda qalan isə nədir? Məişət kimyasıdır. Evimizdə istifadə edədiyimiz kimyəvi nə varsa hamısı, xlorundan tutmuş sabununa, lakından tutmuş boyasına qədər, hamısı hansı sənayenin məhsuludur? Məişət kimyasının. Deməli, lak, boya, nə bilim, sabun, paraşok, yuyucu vasitələr, yazmıram da artıq bunları təxminən bilirsiniz. Ümumiyyətlə, mənim izahım nəyə əsaslanır? Mənim izahım məlumatların çoxluğuna yox, məlumatların daha, belə deyək də, yadda qalan formada sizə şaxələndirilməsinə əsaslanır. 5-dən biri də getdi, qaldı neçəsi? 4-dür. Qida sənayesi. Sənayesi. Yəni, bizim qidamız, evimizə alıb gətirdiklərimiz. 2 yerə böləcəyik. Nəyə meyl eləyənlər? Tələbat. Tələbatın başqa adı nədir? İstehlak. Haradır bu istehlak rayonları? İri şəhərlər. Düzdür? Bir də xammal. Xammala meyl edərlər. İndi baxırıq. Hansı məhsul ki tez xarab olur, həmin o qida sənayesi müəssisəsi gətirilib şəhərlərdə düzəldilir. Orada zavodu, fabriki, sexi harada olursa şəhərdə olur ki, bunu düzəldən kimi nə edə bilər ki? Sata bilər. Məsələn, çörək, süd, ət, sonra yumurta. Əslində qənnadı. Əslində burada ətlə süd, ət, süd kombinatları gedir də. Ət, süd kombinatları, yumurta biraz heyvandarlığa gedir, onu silək. Heyvandarlıqda öyrənərik. Ət, süd kombinatları. Süd heyvandarlıqda? Yox, kombinatı da onu düzəldən müəssisə, zavod. Başa düşdünüzmü? Niyə? Çünki sən bunu vaxtında sata bilməsən, bu qalıq hesab olunacaq və heç kim onu 2 gündən sonra, 1 gündən sonra, yarım gündən sonra heç kim almayacaq. Çörəkdir. Səhər olan çörəyi axşam alırıq mı biz? Yox. Bugündən sabaha qalan çörəyi alırıq mı? Yox. Tort alanında gedib tortu məsələn daşıyıb baxırıq da, deyirik ki, bu dünən düzəldilib, yoxsa israğa gör. Çalışır ki, bugün düzəldiləni alaq. Başa düşdünüzmü? Təbii ki, sən onun üstündəki tarixi görəndən sonra onu almazsan. Şirniyyat alan zaman nə edirsən? Baxırsan ki, 5 gün əvvəl düzəldilib. Çalışırsan ki, onu nə edəsən?
almayasan. Çalışsan yaxın günlərdə bişirilmiş, düzəldilmiş alasan. Anladınız mı? Yəni tələbata olanlar nədir? Tez xarab olanlar. Xam mal rayonlarında düzəldilən nədir? Gec xarab olanlar. Gec xarab olan. Hə, niyə? Çünki xam mal rayonunda düzəltmək ucuz başa gəlir. Əslində tələbat rayonunda düzəltmək baha başa gəlir. Məsələn, yerin arendası var, digər xərclər var falan filan. İri şəhərlərdə daha çoxdur. Nəinki xam mal rayonlarında. Amma biz onu iri şəhərlərdə yox, xam mal rayonlarında düzəltsək, o heç bizə ümumiyyətlə gəlir verməz, çünki zarılıb gedər. Amma xam mal rayonlarına meyillilir, əslində istehsalçıya sərf edir. Çünki xam mal rayonlarında həm xam malı boldur, həm də xərclər nisbətən şəhərə azdır. Nələr var burada? Konserv. Nəyi aylarla, illərlə saxlaya bilirik? Konserv. Şərab. Şərabın ilkin, belə deyək, emalıda. Sonra, başqa nə ola bilər? Pendir oradadır. Konservdir, un. Un ütmə. Baxın, çörək şəhərlərə meyl edir. Un ütmə isə iri dən rayonlarına. Sual yarana bilər ki, müəllim, Bakıda böyük dəyirmanlar var. Bəli, var. Amma Bakıda dəyirmanlar Bakıda olan taxılı üyütmür. Bakıya Qazaxıstandan, Rusiya ilə, gəmi ilə, qatarla gətirilən taxılı üyüdür. Əslində, Bakıda dəyirmanların olması məntiqi odur. Başa düşürsünüz bunu. Sonra şəkər istehsalı. Baxın, şəkər, bir var qənd, bir də var ki, qənnadı. Qənnadı şirniyyatdır. Şəkəri isə bildiyimiz o ağ qəddir. O da nə vaxt istəsən, nə qədər istəsən qala bilir də, düzdür. Qənnadı şirniyyat. Qida sənəsini başa düşdünüz? Gəlirik ən əsaslarından birinə. Hansına? Metallurgiya. Metallurgiya bölünür iki yerə. Hansılardır? Əlvan. Əlvan və qara. Uşaqlar, qara metallurgiya nə ola bilər burada? Qara metallurgiyada nə ola bilər? Onun filizləri. Filiz nədir? Dəmir, manqan və xrom və yaxud xromit. Bəs yanacağı nədir? Kokslaşmış daş kömür. Mən ola bilər biraz səliqəsiz yazıram. Biraz yox, bayağı səliqəsiz yazıram. Bəs burada üçüncü qolu nəyə qoymuşam? Qəlb. Bəli, qəlb. Qəlb dediyimiz, yəni onun nəyə töküləcəyi, nədə qurulacaq, nədə soyudulacağıdır. Nədir bu? Bentonit gili. Okey. Qara metallurgiya nəyə meyil edir? Yanacaqla, bax bununla, bunun ortasına qara metallurgiya hara meyil edir uşaqlar? Onun filizi ilə onun yanacağının ortasına. Nə filizə meyil edir, nə yanacağa meyil edir. Çalışılır elə bir yerdə onun zavodu, fabriki düzəldilir ki, həm ora yanacaq gətirmək asan olsun, həm də dəmir filizi gətirmək asan olsun. Başa düşdü? Keçdik əlvana. Əlvan metallurgiyanın müxtəlif sahələri var. Çətin əriyən, nadir, qiymətli, ondan sonra ağır, yüngül və s. Biz bunları qoyuruq kənara, ikisi ilə davam edirik. Hansılardır? Ağır. O birisi nədir bəs? Yüngül. Ağırda hansılar var? Mis, qalay, sink. Bunlar, filiz nə olur bunlarda? Kasıb. Yəni filizin tərkibində metal az olur. Ona görə də hara meyil edir bunlar? Xam mal mənbələrinə. Və yaxud hasilat rayonunda. Bir var çıxarıb, aparıb başqa yerdə bunu emal edəsən, saflaşdırasan. Bir də var çıxardığın yerdə saflaşdırasan. Ağır əlvan metalları harada saflaşdırılmış oluruq biz? Harada çıxarmışıqsa orada. Başa düşürükmü? Çünki tərkibində filiz kasıbdır. Onu daşıyıb aparmaq bizə baha başa gəlir. Lazım deyil bizə. Onun elə apardığımızdan qazancımızı elə onun yol pulsuna vermiş olacaq da. Məntiqi nədir bunun? Başa düşdük? Amma yüngül əlvan metallar nəyə meyil edir? Hansılardır? Burada boksit. Yox, belə deyək də, əsas biz yüngül burada alüminiumdur, magneziumdur və s. Əsas amma biz nə ilə davam edəcəyik? Alüminium. Qızıl qiymətlidir. Yüngül metallardan alüminium, magnezium var. Magnezium o qədər öyrənmirik. Əsas nəyə öyrənirik? Alüminium. Uşaqlar, alüminium əsasən nədən alınır? Boksit, alunit bizdəkindən,
və nefelin. Bu üçündən əridəndə bir şəkildə nə alma olur? Alüminium alma olur. Və bunlar, yadınızda qalsın, bunlar filizin tərkibi zəngindir. Nə ilə zəngindir? Alüminium filizləri ilə. Deməli, filiz zəngindir bunlarda. Düzdür? Zəngindirsə bunu daşımaq sərf edir bizə. Bəs bunu daşıyıb biz hara aparırıq? Bunun nəyə ehtiyacı var əriməsi üçün? Enerjiyə. Bu nəyə meyil edir? Ucuz enerji mənbəyinə. Ucuz enerji mənbəyi bayaq keçdik. Nədir? SES. SESlər daha çox hansı ölkədədir? Finlandiya. Norveç və Kanadada. İndi suallar çıxa bilər. Məsələn, bəzi ölkələr var ki, kasıb ölkələr. Bunu çıxarır Surinamdır, Qayanadır, ondan sonra Yamaykadır, Gvineyadır və s. kimi ölkələrdir. Onlar məcbur bunu satırlar. Çıxarır, özü əritmir. Satır Norveçə, Kanadaya. Məsələn, Rusiya, Avstraliya, Car kimi ölkələr həm çıxarır, həm də özü əridir. Amma məsələn, Norveçdir, Yaponiyadır, ondan sonra Kanada kimi ölkələr çıxarmır, amma əridir. Başa düşdünüz? Nəyin hesabına? Özünün ucuz enerjisi var. Gedir başqa satan ölkədən alıb gətirib əridir. Hazır məhsul istehsal eləyir. Yaponiyada AES də ola bilər. Daha çox AES üzərindən qurumlar iqtisadiyyat enerjiyə olan tələbatlarını. Metallurgiyanı başa düşdünüzmü? Dəqiq. Nəyimiz qaldı? Meşə kimya, bir də yüngül. Meşə kimya. Asanlarından biri meşə kimyadır. Baxın, bir var meşə tədarükü, bax ha. Meşə tədarükü. Hasilat sənayesindədir. Birinci sektordadır. Sadəcə nə edirsən, Nazlı? Ağacı kəsib gətirirsən. Amma meşə kimya isə ondan məhsul istehsal edir. Meşə kimya emal sənayesidir, uşaqlar. Meşə kimyanın məhsulları iki cür düzəldilir. Oduncağın hansı yollarla? Mexaniki emalı ilə. Digəri nədir bəs? Kimyəvi emalı ilə. Kimyəvi emaldan nə alınır? Bayaq dedim, nə olur? Əgər sən onu baxanda bunun ağacdan alındığını bilmirsənsə, o meşə kimyanın kimyəvi tərəfidir. Kağız, selyoz, sonra kanifol, sonra spirt, boya və s. Amma məsələn, tax ki, baxanda nədən bilirik ki, bu ağacdır? Belə materiallar, taxta, şalban, məsələn, şalban, faner, parket. Yəni, kimə desən ki, bu nədən düzəldilir? Deyəcək ağacdan, hə? Olar, mebel olar. İndi baxırıq. Burada kağızla selyoz bir yerdədir. Və nəyə meyil edir bunlar uşaqlar? Su plus enerji. Bu da sizin meşə kimya sənayeniz. Gəlirik ən əsas nəyə? Yüngülə. Çünki hamınız bir şəkildə hər bir vasitə ilə ondan nə edirsiniz? İstifadə edirsiniz. Yüngül sənaye. Yüngül sənayeyə baxırıq. Neçə yerə bölürük? Toxuculuq, xalçaçılıq və göndəri. Hansıları var? Toxuculuq, xalçaçılıq və son birisi nədir? Göndəri. Toxuculuğun amma sahələri genişdir. Yun parça var. Yun parça toxuculuğu. Pambıq var. Sonra nə var? Kətan olar. Sonra nə olar? İpək olar mı? Olar. Bir də sintetik. Buna həm də nə deyirik biz? Əslində qeyri-toxum. Bir də trikotaj da var. Burada bir dənə də trikotaj da olacaq. Trikotaj. Səbirəm, ya trikotaj ya oradadır, ya buradadır. Xalça ənənəvi sahədir və ciddi şəkildə əl əməyinə ehtiyac var. Biləsiniz. Ümumiyyətlə, toxuculuq, yüngül sənaye ciddi şəkildə əl əməyinə, başa düşürsünüzmü? Əmək tutumlu sahədir bu. Göndəri. Dərinin aşılanması, dərinin təmizlənməsi,
ondan sonra qurudulması, ondan məhsulların istehsal olması. Əsən ayaqqabıdır, kəmərdir və sair kimi məhsulları nə edir? İstehsal edib gətirib çatdırır bizə. Bu da sizin nəyinizdir? Sənaye. Bəli. Gəlin baxalım. Trikotaj süni belə deyək də toxuma. Polimerlərdən alınan məhsuldan toxuma. Baxırıq. Mövzumuz əslində belə başlamışdı. Emal sənayesi 2-ci sektor neçə saat